Mən sizə deyim ki, zaman vaxtı deməli biz 70'lerin əvvəlində çayxana stolanda eləyəndə çıxanda nə bilim metronun zalının qabağına çıxanda biz də cavan idik axı və ham iddialı. Rasimlə deməli dayanmaq biraz kədərli idi çünki keçən hamısı buna baxırdı. Və deməli Rasimin yəqin yenə danışacağıq. Dostlar istəmirəm çox vaxt alam. Amma Nəsimi ömür boyu Rasimlə olubdu da o rol. Və o rolun bir epizodun alimin icazəsi ilə deyəcəm. Deməli, Türkiyədəyik, bildin nə deyəcəm? Türkiyədəyik, mən bunu söhbətimin sonu zarafatla qurtarmasın. Türkiyədəyik, Azərbaycan mədəniyyəti günləri. Əvvəl təntənəli yerindəyim. Azərbaycan mədəniyyəti günlərinə getmişik. Deməli, çıxdıq, deməli, İstanbul'daydıq da. Düşdük, gördük, bizi qarşılayırlar, əllərində Rasim Balayev durublar. Çeçenlər. Bunu deyək. Çünki bunu sonra zarafat sonra deyərəm. Çeçenlər deməli, bizi apardılar. Bunun deməli Rasimin deməli xəstələri. O Çeçen diasporası, o da hamısı qəhrəman adamlar, iyi də olanlar. Deməli bir başında Rasim oturdu. Deməli bizim dəstəni. Limuzin zad maşını. Limuzin, sənin limuzində biz Mercedes'də hərəmiz bir maşında getdik və bu bunun təntənəli hissəsidir. Deməli sonra Zərifxan rəhmətliyik, Zərifxan Yaqub. Bu da istəyir ki, bir gödək salsın, dəri kurtkada. Yoldaşına. Hə, yoldaş. Elə kimə gəlir, deyir ki, necə siz biraz burada yaxşı dəri, harda olar, yaxşı gedir. Çox adamdan sorusu verir. Axırda demək, kimlərə də bir başına işləyini deyir, nəsə deyir. Axırda gəlib, deməli, alimə ki... Deyir ki, sən dünyada çox olmuşsan. Sən çox dünyanı gəzmişsən, çox olmuşsan. Sən bilərsən, bu yaxşı dəri gödəşə qiymətli də yaxşı, harada olar. Alim qaydı ki, sən onu məndən soruşma, Rasimdən soruş, onu bir dəvə soyublar, dərinin qiyməti var.